kompüterına virus keçsə nə edərsən? Ada neyve lazım dahi? Düşünəcəksən ki, kompüterimdə antivirus var. Heç bir virus keçə bilməz həmin antivirusu. Amma bəzi viruslar var ki, istənilən antivirus da keçir. Bax, bu yolda sənə virustotal.com saytı köməyinə çatacaq. Atır. Vallahi eləmə. Bir gün bir dostumun işindəki kompüterına mail gəldi. O da baxdı ki, həmin maildə fayl var. Götürdü, kliklədi, açdı. Amma bilmədi ki, bu həqiqətən də virusdur yoxsa yox. Sadəcə sənəd kimi görsənirdi. 2 gün sonra kompüter donmağa başladı. Sonra məlum oldu ki, CryptoMining virusu kompüteri 24/7 işlədirmiş. Amma əgər bu faylı virustotal.com saytında yoxlasaydı, bu işlər onun başına gəlməzdi. Faylı və yaxud da linki yoxlamaq üçün sadəcə olaraq həmin linki və yaxud da faylı həmin sayta əlavə edirsən, saniyələr içərisində yoxlayır və salam sənə nəticəni deyir. İndi isə virustotal.com saytından necə istifadə etmək lazımdır, onu sizə göstərəcəm. Deməli, daxil oluruq virustotal.com saytına. Və burada gördüyünüz kimi 3 hissə var. File, URL və search hissəsi. Məsələn, hər hansı bir fayl götürürük və onu skan edirik. Misal, istənilən bir kompüterdə sənədi yoxlayaq. Məsələn, bir JPEG faylını skan edək. Bax, bu JPEG faylını indi əlavə edirəm. Və təsdiq edirəm. Yükləndi və artıq skana başladı. Burada təxminən 60-dan çox antivirus motoru eyni vaxtda sənin əlavə elədiyin faylı skan edir və sənə nəticələri deyir. Onların əgər nəticəsi, hamısının nəticəsi üst-üstə düşürsə, bəli, bu fayl təhlükəsizdir və o faylı açmaq olar. Yox, əgər içində bir neçə antivirus motoru onu təsdiq etmirsə və təhlükəli sayırsa, yaxşı olar ki, o faylı açmayasınız. Gördüyünüz kimi, burada antiviruslar hamısı demək, undetected yazdı, yəni virus aşkarlamadı deməkdir. Və bu fayl təmiz görsənir. Ona görə də bu faylı rahatlıqla istifadə etmək olar. İndi isə test üçün mən bir crack edən proqram əlavə etmişəm kompüterə və onu yoxlayaq. Görək, onda hansı nəticələr çıxacaq. Yenidən faylımızı seçirik. Burada bir proqramımız var. Bunu aktiv edək. Gördüyünüz kimi, bir çox antiviruslar artıq bunu virus olaraq təyin elədi. Düzdür, burada bəziləri də hətta çox hissəsi bunu virus kimi görmədi. Amma bu o demək deyil ki, bu təhlükəsiz proqramdır. Əgər bir və daha artıq belə deyək, antivirus motorunun bunu təhlükəli kimi görürsə, artıq o faylın istifadəsindən çəkinmək lazımdır. İndi isə keçək saytların yoxlanılmasına. Bəzən bizə hər hansı bir fayl yükləmək lazım olur və biz ona görə o sayta daxil oluruq. Saytın isə təhlükəli olub olmadığından xəbərimiz yoxdur. Çünki ilk dəfəmdə daxil oluruq, daha öncələr istifadə etməmişik və tanımırıq. Bu sayt haqqında heç bir məlumatımız yoxdur. Ona görə də sayta daxil olmamışdan öncə saytın linkini virustotal.com saytında yoxlamaq lazımdır. İndi isə gəlin hər hansı bir saytı yoxlayaq. Saytı yoxlamaq üçün öncə biz həmin saytı axtarış edirik adətən. Google-da məsələn bir fotostok saytların birini yoxlayaq. Deposit Photos. Reklam hissəsində yox, daha aşağı hissədə olan depositphotos.com saytı. Bunun üzərində, bu sayt adının üzərində sağ klik vururuq. Copy link adres. Kopyalayırıq və gəlirik virustotal.com saytına. Və burada URL bölməsinə daxil oluruq və kopyaladığımız linki yerləşdiririk. Daha sonra search vururuq. Və gördüyünüz kimi, deməli, bütün antivirus motorları clean yazılı, yəni təmizdir. Və ona görə də bu sayta daxil olmaq təhlükəsiz sayılır. Daxil olub istifadə edə bilərsiniz. Siz faylları və linkləri bu yolla yoxlamaqla öz kompüterinizi təhlükədən qorumuş olursunuz. Əgər məsələn bu tip yoxlamalardan keçməsə həmin fayl və linklər, sizin kompüteriniz
həqiqətən də təhlükə ilə üz-üzə qalacaq. Nəinki kompüteriniz, hətta şəxsi məlumatlarınız. Şəxsi məlumatda əsasən də şəxsi fotolarınız, videolarınız, həmçinin də bank hesablarınız da ola bilər və sosial şəbəkədən olan hesablarınız da oğurlana bilər və müxtəlif məqsədlərdə istifadə oluna bilər. Ona görə də hər bir faylı və hər bir linki yoxlamaq daha yaxşı olardı. Onu da qeyd etmək lazımdır ki, əgər sizin şəxsi fayllarınız varsa və onların virusla yoluxub-yoluxmadığını öyrənmək istəyirsinizsə, bu saytdan istifadə etməyin. Çünki bu saytın serverlərinə başqaları da nəzarət edir. Ona görə də şəxsi fayllarınızı həmin saytda yoxlamayın. Əgər bu tip mövzuların davamlı gəlməsini istəyirsinizsə, abunə olun və like atın.